qəlbə münasibətilə təbrik edirəm. Sualım odur ki, yəni hər şəhərdə bir xeyri var deyirlər. Neftçi digər komandalara nisbətdə, bir çox komandalara nisbətdə fiziki, ümumiyyətlə hazırlığa, yay təlim məşq toxunuşuna daha tez başladı Avrokuboklara görə. Və demək olarmı hazırda Neftçinin ötən mövsümün ortasından sonra olan belə fiziki forması, inamlı oynamasının əsas səbəblərindən biri də məhz mövsümə digər komandalardan bir ay tez başlaması oldu. Мені дуже важко відповісти на це питання, тому що дійсно ми почали трішки раніше, тому що потрібно було готуватися до другого кваліфікаційного раунду Ligi konferansı. Mənə bu suala cavab vermək biraz çətindir. Düzdür, biz digərlərinə baxanda konferans liqasının ikinci təsnimat mərhələsinə orada iştirak etməkdən ötürü digər komandalara baxanda daha tez təlim məşq toplanışlarına başlamışdıq. Але я думаю, часу було багато. Чемпіонат почався дуже пізно. Час був на те, щоб... Я не думаю, що команди не дуже добре виглядають. Ми вже 2 гри зіграли. Першу гру з Сумгаїтом. Команда непогана, я вам казав, що також і Араз. Я думаю, це просто такий день Нефчі, а не день Араза, тому такий рахунок і вони десь програли з таким рахунком. А команда дуже непогана. Я дивився першу гру, вони грали, ми розбирали з Імішлі. 0-0 зіграли, але вони такі м'ячі не забували. Хоча і Імішлі також непогано виглядали і мали багато можливостей після стандартів. Onunla bağlı onu deyə bilərəm ki, düzdür, həmən o təsnimat mərhələsindən də artıq kifayət qədər də vaxt keçibdir, yəni hazırlaşmaq üçün də vaxt olubdur. Bizim də vaxtımız olub digərlərində və deyim ki, bundan əvvəl biz Sumqayıtla da oynadıq, yaxşı oyun göstərdik və bugün sadəcə onu deyə bilərəm ki, belə hesab ona görə yarandı ki, bugün Neftçinin günü idi, Arazın günü deyildi. Komanda bir daha vurğulamaq istəyirəm ki, işte pis komanda deyil, İmişli ilə oyunda da görmüşdünüz. Yəni baxmayaraq ki, standart vəziyyətləri kənara qoysaq, İmişli də çox yaxşı oyun oynayırdı. Yəni qarşımızdakı zəif komanda deyildi və yaxşı da oynayırdı. Sadəcə bugün belə oldu. Тому я думаю, що тут нічого немає страшного. Тим більше Араз дуже команда оновилася. Дуже багато нових футболістів. Yəni burada heç bir qorxulu bir şey yoxdur. Xüsusilə də nəzərə alaq ki, Araz kifayət qədər yenilənib komanda, yəni yeni oyuncular gəlib bura. Я трішки знаю тренера, знаю його як гравця, він ще грав, бачив його роботу і я казав своїм хлопцям, тренерам, що Араз дуже непогано виглядав і ми так дуже обережно до цієї гри відносилися. Deyim ki, mən onun trenerində, məşqçisini də yaxşı tanıyıram, oyuncularını da və s. Hətta oyundan əvvəl bizim oyunculara demişdik ki, biraz ehtiyatlı oynayaq, çünki onlardan güclü oyun gözləyirdik. Єдине, що у нас непогано вийшло в першому таймі, наш високий пресинг. Bizdə nə birinci taymda yaxşı alındı, biz yaxşı presinq edə bildik, yüksək presinq edə bildik. І ми не дали Аразу те, що вони більше всього люблять. Це контроль м'яча, вихід з-під цього тиску. Ми їм цього не дали, тому ми, може, такі рахунки. Və bilirsiniz ki, onlar da bunu bacarırlar, yəni yüksək təzyiqin altından çıxsınlar. Sadəcə biz onlara bu imkanı yaratmadıq. Yəni ona görə də belə bir hesab alındı. А так я тільки бажаю команді Араз успіхів в подальшому, але не в іграх з Нефчі. Deməli, mən Araz komandasına oyunlarında uğrar arzu edirəm, Neftçi ilə oyundan başqa da. Təbrik edirəm qələbə münasibəti ilə. 2 sualım var idi. Aydın məsələdir ki, tabloda hesab görünür, Neftçi parlaq qələbə qazandı, amma futbol 90 dəqiqədən ibarətdir. İkinci hissədə yalnız bir qol vurmaq, onu da sona yaxın. Yəni komandanın belə deyək, qol imkanları sağa sola xərcləsi bir baş məşqçi kimi sizi narazı salmadı? Ну, дивіться, другий тайм трошки інший, тому що коли команда виграє 4-0, дуже важко налаштуватися на таку ж гру. Хоча хлопці робили все те ж саме, але десь не повезло, не забили багато м'ячів.
Belə deyim, birinci taymda 4-0 udandan sonra komandanın öz oyunu ikinci taymda da eyni tənzimlə davam etməsi biraz çətin olur. Amma buna baxmayaraq, həqiqətən komanda öz ciddi oyunu ortaya qoydu. Sadəcə bəzi fürsətləri dəyəndirə bilmədi, yəni qol vurmaq alınmadı, belə deyə bilərəm. Я ніколи нікого не виділяв, але сьогодні хотів би виділити нашого віце-капітана Балаєва. Він 3 сейва зробив дуже потужно. Hətta mən adətən heç kimi fərqləndirmirəm, seçmirəm, amma bizim bu vitse-kapitanı Balayevi xüsusilə vurğulamaq istəyirəm. O 3 seyv etdi, özü də kifayət qədər çox çətin toplar idi, qollar idi. І вихід 1 на 1. Və bir dənə də təkbətəkdə qaldı, oradan da vəziyyətdən çıxa bildi. Тому є над чим працювати, будемо далі працювати, будемо робити все, щоб все рівно ми не робили такі помилки, як були от в другому таймі. Bu artıq o deməkdir ki, biz yenə də bəzi şeylərin üzərində işləməliyik, eləməliyik ki, ikinci taymda olmuş səhvlər olmasın ki, qarşı bu cür vəziyyətlərlə üzləşməsin. Саме головне, що ті хлопці, які вийшли у другому таймі, також дуже непогано виглядають і допомогли команді здобути цю перемогу. Və ən önəmlisi də odur ki, ikinci taymda da meydana çıxan oyunçular kifayət qədər yaxşı oynadılar, ya pis oynamadılar və bu qələbənin əldə olunmasına üçün necə deyirlər, səy göstərdilər. İkinci sualım, ən azı son illəri xatırlasaq, Neftçinin belə uğurlu startı yadımıza gəlmir. 2 oyun 2 qələbə. Yəni Neftçi adına uğursuz start başlayıb son illərdə. Belə bir uğurlu start sizin vaxtınızda və təbii ki, Neftçi azarkeşlərin ürəyincədir. Onlara sözünüz nədir? Yəni bir psixoloji belə tramplin ola bilərmi ki, Neftçi nəhayət yola rəvan davam eləsin? Çünki Neftçinin uğurlu startla bağlı son illərdə, son ümumiyyətlə xeyli vaxtı problem var. Чого не було після війни? Ну, по-перше, я дуже вдячний всім гравцям клубу. Birinci növbədə mən klubun bütün oyunçularına təşəkkür edirəm, minnətdaram. Що вони змінилися в кращий бік, хоча я дуже переживав після ігор з Динамо Мінськом. Ki onlar yaxşı yöndə kifayət qədər təkmilləşdiriblər, yaxşılaşdırıblar özlərini. Baxmayaraq ki, mən Dinamo Minskdən sonra kifayət qədər həyəcan keçirirdim. Але вони показують, що вони дійсно чоловіки з великої букви. Amma onlar göstərdilər ki, onlar adları böyük hərflərlə yazılan oyunçulardır. І в них є стержень. Və onların necə deyirlər, bəli. Це саме головне, а все інше, то вже я дуже радий. Нас чекає третій тур, дуже важкий. Зіря також 2 гри підряд виграла. Ми з ними зустрічаємося на їхньому стадіоні. Тому буде дуже цікаво. Və bu ən önəmlisidir ki, bu cür davam edir və bizi qarşıda çox çətin 3-cü tur gözləyir. Zirə də bilirsiniz ki, 2 oyunu udubdur və biz onların meydanında oynayacağıq. Bu da çox maraqlı bir maç olacaq. А так, зараз десь високо літати після 2 турів дуже зарано. Чемпіонат дуже великий і потужний, тому треба бути готовими до всього. Yəni ilk 2 qələbədən sonra göylərdə uçmaq üçün çox tezdir hələ. Çempionat çox güclü çempionatdır və hələ qarşıda nə qədər oyunlar vardır. Yəni indidən hələ sadəcə bu nəticələrlə əldə edib bir şey demək olmaz. Növbəti oyunlara hazırlaşmaq lazımdır. Кожна команда хоче вигравати і вчора я дивився 2 гри. Також це новий клуб, що зайшов. Şafa. Шафа. Грала Габалу на виїзді. 1-0 дуже непогано виглядала. Тому чемпіонат такий рівний, я скажу. І тут не знаєш, від кого чекати підножку, як то кажуть. Deməli və əsas da nədir? Bilirsiniz ki, bu oyunlarda bu komandanın özüdür. Burada dediyim kimi bu çempionatda çox gözlənilməz oyunlar da ola bilər. Məsələn, yeni bir komanda qatılıb liqaya, Şafa bilirsiniz getdi, hətta Qəbələnin yerində oynayaraq orada qalib gəldi. Yəni gözləmək olmaz ki, burada bilə bilməzsən ki, sənə badalıq hardan gələcək. Çünki kifayət qədər dediyim kimi bərabər səviyyəli komandalardan ibarət olan bir turnirdir. Təbrik edirəm qələbə münasibəti ilə. Mən səhv eləmirəmsə,
Keçən il əvəzedici heyətdə oynayan Aslan bu gün ilk rəsmi oyununa çıxdı. Düzdür, yoldaşlıq oyunlarında oynamışdı. Amma bu gün ilk rəsmi Aslan 80 nömrə. O az da oynasa oyunu ilə bağlı fikrim və oyundan sonra ondan xüsusi görüşdü. Nəsə dedi ona. Maraqlıdır, nə dedi? Ну, з нами на сьогодні тренуються два наших вихованця. Bizim iki yetirməmiz bugün bizimlə məşq edir. Це Аслан і Магомед, Biri As, центральний бек. І воротар також, да, вибачаюсь, Так. три. 3 nəfərdəsində Mehdidir, Aslandır, bir də qapıçıdır. Məhəmməd, bəli. Мені, як тренеру, дуже хочеться допомогти і тренерам національної збірної, і також молодіжних збірних, щоб хлопців було набагато більше молодих і цікавих. Mən çox istəyirəm ki, həm millinin məşqçisinə, həm də yeni gənclər üzrə olan turnirlərin məşqlərinə kifayət qədər kömək edeyim ki, onların da əlində çox güclü və maraqlı oyuncular olsun. Тому я йому сказав, що в нього сьогодні його день, він дебютує за Невчі. Ona görə mən ona dedim ki, bugün 10 günüdür. O Neftçidə debüt etdi Я думаю, що це залишиться на все життя для нього. və düşünürəm ki, o bunun həyatında qalacaq bir ömürlük bir hadisə oldu. І ще в виграшному матчі. Özdəki uduş olan bir oyunda, qələbə olan oyunda. Тому це йому ще один момент, що він должен розуміти і повинен працювати ще більше. Yəni bu bunun üçün böyük bir fürsətdir. O bunu başa düşüb və özlərində daha çox işləməlidir. Тільки через тяжку працю він зможе рухатись вперед. Ancaq necə deyirlər, alın təri ilə, ağır zəhmətlə çalışaraq irəliyə getmək olar. У нього всі дані є, він такий міцний хлопець. Onun bütün necə deyirlər, bunun üçün resursları vardır və qüvvətli, güclü bir insandır. Є швидкість, Sürəti var є бажання, це саме головне. və ən önəmlisi arzusu var, istəyi var. А там, я думаю, це буде добре. Düşünürəm ki, bu da yaxşı bir nəticə olacaq. Тому і вирішив дати йому цей шанс. Хай хлопець порадіє і розуміє, що він дійсно в команді з великою історією, і він на це заслуговує. Ona görə də mən düşündüm ki, ona şans vermək lazımdır. Qoy həm sevinsin və həm də onun üçün böyük bir motivasiyadır ki, böyük tarixçəsi olan komandada o debüt etdi və oynama şansı əldə etdi. Тільки за рахунок своєї праці. Yəni hər bir şeyi sadəcə o buna layiqdir, öz zəhməti ilə qazanır І свого відношення до команди. və onun komandaya olan münasibətinə əsasında bu qərar verir. Salam, xoş gördük. Qələbə münasibəti Yəni, təbrik təşəkkür edirəm. Araz Naxçıvanın baş məşqçisi az öncə söylədi ki, məğlubiyyətin səbəbi bizim hücuma çıxanda son ötürmələrimi eləyə bilməməyimiz oldu. Amma əksinə Neftçidə bu çox yaxşı alındı və onlarda yüksək keyfiyyətli oyunçular var. Onlar son nöqtəni qoymağı bacardılar. Bəs məşqçimiz nə düşünür? Onlarda nə yaxşı alındı ki, bu hesabla qələbə qazandılar və bundan əlavə qarşıdakı 3-4 oyunlarda digər məşqçilər də belə danışma ehtimalları var. Sağ olun. Ну, дивіться, я думаю, я піддержу в цьому питанні головного тренера. Mən düşünürəm ki, bu məsələdə baş məşqçisini dəstəkləyirəm, onun fikirlərini. Тут більше від того, мабуть, що практично нова команда. Və əsas da burada məsələ odur ki, praktik olaraq yeni bir komandadır onlarda. Немає ще тієї зіграності, яка повинна бути. Yəni o qədər kifayət qədər hələ oyun keçirtməyib, hansı ki onlar üçün lazımdır. Якщо взяти по футболістах, у нього у Араза дуже непогані футболісти. Мені декілька футболістів дуже сподобалося. Amma futbolçularına baxsa, onların heç də pis futbolçuları yoxdur. Mən onların bir neçə futbolçuları var ki, mənim çox xoşuma gəlir. Це лівий Вінгер, 11 номер. не Aha, пам'ятаю. 12-ci nömrəli sol winger. Çox belə. Це вийшов на заміну 23 номер іспанець, дуже цікавий. İspan olan 23-cü nömrəli, hansı ki ehtiyatdadır. O da çox maraqlı oyunçudur. Нападник, Sonra hücumçuları швидкий і çox sürətlidir потужний. və Ну, güclüdür. треба просто час. Biraz vaxt lazımdır onlara. У нас також є 5-6 нових футболістів. Ви ж бачите, я спочатку
Може, це моя і помилка, я цього не боюсь з Динамо Мінськом, що я почав. Треба було, може, почати все-таки з pereviraних хлопців і дати їм час адаптуватися. Yəni bizdə də bir 5 yeni oyunçu var. Mən düşünürəm ki, bəlkə də səhv edirəm. Mənim səhvim oldu ki, Dinamo Minsk oyunlarda mən onları meydana çıxartdım. Bəlkə də yaxşı olardı ki, artıq yoxlanılmış oyunçularla oynayardıq. Onlara adaptasiya üçün biraz vaxt verərdik. Я розумію, що це дуже велика ціна моєї помилки, тому що це другий раунд Ліги конференції. Mən başa düşürəm ki, mənim bu səhvimin çox böyük bir bədəli var. Çünki konferans liqasının ikinci təsdiqat mərhələsi idi. Але за рахунок цієї помилки ми непогано підготувалися до чемпіонату, як ви бачите. Amma yox, bu səhv etsək də, bu səhvin hesabına biz çempionata yaxşı hazırlaşa bildik. Onu da siz görürsünüz. Всі ми помиляємося, головне робити аналіз своїх помилок і більше їх не допускати. Hər birimiz səhv edə bilərik. Əsas odur səhvləri təhlil edəsən ki, bir daha o səhvləri təkrarlanmasın. Osman mübarəkdən. Bayaq həmkarım da vurğuladı ki, Neftçi mövsümə həqiqətən də möhtəşəm başlayıb. Həm Bombardirlər siyasətində Almeida liderdir, həm də komanda özü turnir cədvəlində liderdir, həmçinin ən çox qol vuran komandadır. Amma zirvədə qalmaq daha çətindir. Bu baxımdan həm də o lazımdır ki, əsas rəqiblər Xalit Tirsinger düşsün və s. Yəni, məlumdur ki, Qarabağ və Sabah gələn həftə liqa mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Yəni, onların liqa mərhələsinə vəsiqə qazanması Neftçi üçün sərfəlidir. O baxımdan ki, Premier Liqada aparıcı oyunçulara az şans verməyə çalışacaqlar, təqvimləri sıx olacaq. Yəni, Neftçi naminə onlara azərkeşlik edəcəksinizmi? Onlara azərkeşlik. Aha. Ну, дивіться, то, що я буду за них вболівати в групових, якщо вони вийдуть в етапах Ліги Чемпіонів, чого бажаю Сабаху, а Карабаху бажаю груповий етап Ліги Конференції. Bəli, əlbəttə ki, mən onlara dəstək olacağam, yəni onlar üçün azərkeşlik edəcəm ki, çıxsınlar əsas liqaya. Eyni şeyi Sabah üçün də arzu edirəm. Це ті бали, які дадуть змогу іншим азербайджанським клубам також на слідуючий рік представляти Azərbaycan в європейському футболі. Çünki bunlar qazanılan bu ballar imkan verəcək ki, digər komandalarda Azərbaycanı Avropa məkanında təmsil edə bilsinlər. І ні в якому разі я не хочу бажати їм, щоб вони більше грали і виходили стомлені чи там не готові, тому що це дуже важко, я це розумію. Və heç bir halda mən onlara arzu etməzdim ki, onlar kifayət qədər çoxlu oyun keçib, yorulub bizlərlə çıxsınlar. Mən bilirəm ki, bu çətindir, bu mərhələni keçmək, amma belə bir arzum yoxdur. Я хочу вигравати в чесній грі і на рівні. Mən istəyirəm ki, bərabər və necə deyirlər, təmiz oyunda digərlərinin də bilək. Yəni, Хай haqlı переможе, хай haqlı olan. переможе завжди той, хто сильніший. Yəni elə olsun ki, kim güclüdür, ancaq o qalib gəlsin. İdman biz sayt. İlk iki turunu göstərdi ki, Neftçi hazırda çempionatda məzmunlu və sürətli komandası hesab olunur. Yəni təkcə hesaba yox, həm də maraqlı oyuna üstünlük verir. Amma maraqlıdır ki, digər güclü rəqiblərə qarşı da Neftçi hər zaman belə maraqlı, məzmunlu, sürətli futbol oynayacaq. Yoxsa orada müəyyən qədər belə deyək də hesabı qoruyub saxlamağa və daha ehtiyatlı oynamağa çalışacaq. Дивіться, ми проводимо дуже гарний аналіз суперників своїх. Biz rəqiblərimizin çox ciddi təhlilini aparırıq. І ми розуміємо, як проти кого ми можемо грати. Və biz başa düşürük ki, kiminlə necə oynaya bilərik. Тому це не завжди буде. Є команди, які також дуже цікаві і не гірше нас. Це Карабах, Сабах, Зія. З цими командами треба обережно підібрати ту тактичну лінію, яка дасть нам змогу набрати по максимуму бал. Yəni hər komanda ilə eyni cür oynamaq olmaz. Məsələn, deyək ki, Zirədir, Qarabağdır, Sabah kimi oyunçularla biz eyni oyun apara bilmərik. Biz elə bir taktiki xətt qurmalıyıq ki, orada oynayaraq həmən oyunlardan, çünki onlar da bunu istəyirlər ki, utsunlar, biz orada maksimum ballar əldə edə bilək. І Туран туди ж можна. Turanı da burada demək olar. Тому
Це все робиться великий аналіз, Bütün bunlar üçün böyük bir təhlil lazımdır. і потім ми вже вибираємо, як ми будемо грати Bunu edəndən sonra biz artıq суперника. qərar veririk ki, hansı rəqiblər necə oynayacaq. А як тренеру завжди хочеться виходити, домінувати на полі проти любого суперника. Amma əslində bir məşqçi üçün məşqçi nə istər ki, istənilən rəqibə qarşı çıxıb oyunda dominant vəziyyətdə, üstün vəziyyətdə olmaq. Тому ми так обережно відносимося до наших трансферів. Ona görə də bax biz bu transferlərimizə bu qədər ehtiyatla yanaşırıq. Краще взяти одного гравця, чим взяти три і ніякі. Краще хай один, але дуже потужний і добрий. Yəni ki, ona görə də yaxşı olar ki, bir oyunçu gətirək, nəinki 3 oyunçu gətirək. Yəni o keyfiyyətsiz oynayan oyunçu, bir oyunçu daha yaxşısını seçək ki, o yaxşı bir və güclü oyun ortaya qoya bilsin. Той, хто хоче тренуватися, той, що хоче грати, і той, хто хоче приносити залікові бали для команди Нефчі. Elə oyunçular olmalıdır ki, onlar məşq etmək əzmində olmalıdırlar, sonra oynamaq istəyində olmalıdırlar və onu istəməlidirlər ki, Neftçi üçün bal qazanıb gətirsinlər. Інших точно тут немає. Və əlbəttə digərlərin burada yeri yoxdur. Abi daha ispirimi oxu. Sumqayıta qarşı ilk maçda və bu gün də Araz Naxçıvana qarşı oyunda Neftçi gün zərbələrindən fərqləndi. Demək olar ki, hazırlıq dönəmində Neftçi standart vəziyyətlərə üstünlük verib. Verir. Hazırlıq dönəmində. Це саме основне зараз в нашому футболі. Дуже багато м'ячів забиваються зі стандартів. Belə deyim, bu önəmli də odur ki, burada hazırda bizim futbolda kifayət qədər qollar standart vəziyyətlərdən vurulur. Тому ми дуже багато над цим працюємо. І перед кожною командою дивимося, як суперник захищається і які варіанти вибрати нам. Ona görə də biz hər oyundan qabaq baxırıq ki, rəqib necə müdafiə olunur və biz bu müdafiəni yarmaq üçün və oynamaq üçün hansı taktikanı qurmalıyıq. Це стосується кожних епізодів, починаючи з виход від воріт, і закінчуючи нашими атаками чи суперника. Ну, там все взагалі ми дивимося, і стандарти, і аути сюди відносяться, штрафні удари, корнери, ну все взагалі. Плюс перехідні фази гри. Як в атаку, також і в захист. Це все треба розбирати, це дуже великий труд. Повірте, мій аналітик другий раз не досипає, але я знаходжу час, говорю, краще на тренування не вийде, зроби мені цю. Це все, щоб мені легше було розуміти і готувати команду до суперника. Yəni bu nə deməkdir? Biz rəqibin komandanın analizində hər şeyi nəzərə alırıq. Bu adi qapıdan zərbələrdən tutmuş, bütün standart vəziyyətlər, outlar, cərimə zərbələri olsun, kornerlər, yəni küncdən zərbələr, hətta orada keçmə mərhələləri olur oyunun. Deyək ki, hücumdasan və hücumdan sonra necə qayıdıb müdafiəyə getmək. Bütün bunların hamısının təhlili çox önəmli məsələdir. Və sizə qeyd edim ki, bunları etmək kifayət qədər böyük zəhmət tələb edir. Mən bəzi hallarda kifayət qədər bunu düşünürəm, bəzən yuxusuz qalıram. Edirəm ki, necə edim ki, tam olaraq o rəqibimi daha yaxşı anlayım ki, o zaman mənim üçün də hər şey daha rahat olur və komandanı da daha uyğun şəkildə hazırlaya bilirim. Тому в мене такий тренерський штаб, який зі мною працює вже 16 років. Və ona görə də mənim elə bir məşqçi heyətim var ki, onlar mənimlə 16 ildir bir yerdə işləyirlər. Вони знають мене, я знаю їх. Onlar məni tanıyırlar, mən onları tanıyıram. Belə. Ostanlik tanıyır. Artıq Dinamo ilə oyunun üstündən bir aydan çox vaxt keçməyinə baxmayaraq, deyək bir ay keçib də, artıq cənab Vernudub bu mətbuat konfransında bir neçə dəfə həmin oyuna istinad elədi və peşmanlığını da dilə gətirdi. Demək olarmı bu bir ay ərzində nəzərə alır ki, Vargas da qayıdıb komandanın lideri, hazırda Neftçi Dinamo ilə oynasaydı mərhələni keçərdi? Що вже казати, сьогодні я не хочу про це говорити. Nə deyim, əslində bununla bağlı bugün heç nə demək istəmirəm. Для мене дуже боляче по сьогоднішній день, я думаю, що ця біль буде до кінця
цього року як мінімум, а то може і більше. Тому що я не розумію такі програші, як ми програли Динамо Минськ. Дуже важко їх прийняти. Bu ağrı mənimlə bu mövsümün axırına qədər qalacaq, hətta bəlkə də daha da çox qalacaq. Mən çünki belə məğlubiyyətləri, yəni hansı ki gözlənilmir və s. mən onları anlaya bilmirəm və bu mənim üçün çox ağrı vericidir. І я думаю, що сама велика помилка це моя помилка. Я ні в якому разі не буду звинувачувати хлопців, тому що я головний тренер і я в першу чергу відповідаю за цей результат. Ona görə də ən böyük səhv, ən böyük günah məndədir. Mən heç bir oyunçuları günahlandırmıram və baş məşqçi kimi bu nəticəyə görə, hər şeyə görə məsuliyyət daşıyan da mənəm. Мені краще, щоб вони вже забули і рухались далі, а я вже через себе перенесу це все. Mən istəyərəm ki, onlar bunu unutsunlar bu məğlubiyyəti. Amma mən özüm bir təhər onu həzm etməyə çalışacağam. Özümdən keçirlərəm. Я завжди ці речі беру на себе. Я ніколи не шукаю когось з гравців чи ще когось, що вони винні. Я головний тренер. Я несу повну відповідальність за кожен результат. Mən heç vaxt belə məğlubiyyətlərə görə heç kimi günahlandırmıram. Oyunçular arasında günahkar axtarmıram. Mən baş məşqçiyəm və bütün olan nəticələrə görə də məsuliyyəti mən daşıyıram. Тому вибачаю ще раз Bir daha ona görə də sizdən üzr istəyirəm. і хотілося б більше вас не розчаровувати. İstəyirəm, indi çalışacağam ki, bir daha sizi məyus etməyim. Дякую. Sağ olun.